ascolto i suoni e i canti che risuonano. Babudu da. Desiderio che attraverso i secoli ha ascoltato il cielo per raggiungerti. Porta per poeti che non scrivono e che loro assendo spesso perdono. Tu accogli i sospiri di chi spasima per regali in sona ad un'anima. Luna che mi guarda e dosso ascoltami. Conosci il tempo dell'eternità e il sentiero stretto della verità. La più luce dentro questo cuore mio, questo cuore d'uomo che non sa. Çalmaq lazım. Ben kövrəldim. Kövrəldim valla. Detektivlər, final buraxılışının ilk mahnısını dinlədiniz. Faiq Ağayev, sizi eşitmək istəyirik. Faiq, deyilən hamımızın adını. İctimai televiziyaya buradan İtaliyaya qədər səslənəcək alqış. Mən İctimai televiziyaya, Maska Show'ya görə çox minnətdaram. Keyfiyyətli, gözəl musiqi səslənir. Qulaqlarımızı sığallayır o musiqi. Biz dünya şedevrlərini dinləyirik. Və bugün, bax bu şedevri, hamımızın çox sevdiyi bu klasik əsəri bizə ifa etdiyinə görə və özdəki mükəmməlcəsini ifa edən Pələngə böyük təşəkkür. Mən Pələngin yaxşıdır ki, fikirləşirəm, repertuarına bu mahnını əvvəldə salmamışdılar. Çünki ilk buraxılışda və ikinci buraxılışda Pələng bunu oxusaydı, heç bir şübhə qalmayacaqdı ki, kimdir bu maskanın arxasında. Azərbaycan opera sənətində mənə görə ən təsirli, ən emosional, ən həssas vokala malik olan nadir ifaçılarımızdandır. Nadir Qafarzadə. Nadir Qafarzadə opera oxumur axı. Bura Maska Show'da oxuya da bilər. Pələngimiz. Baxın, mən oturub çıxış, Pələng çıxışı edə-edə yadıma salırdım ki, mən evdə oturdum və ipucularını bir başladım safçürü eləməyə. Pələng söylədi ki, mən həm rəhbər olmuşam, həm də kloun olmuşam. Biz bilirik ki, indi birazdan adını çəkəcəyim personaj Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışıb. Bəli. Bundan savayı hal-hazırda opera balet teatrının solistidir deyə Məshəkəçilər operasında məshəkəçi də kloundur, təlxəy deməkdir. Kanyo rolunda məhz
pələng çıxış edib. Yəni həm kloun olub, həm rəhbər olub. Bayaqları bizə ipucunda söylədi ki, mən təmir səslərini musiqi səsinə dəyişdim. Hal-hazırda opera və balet teatrı təmirə bağlanıb. Orada təmir gedir. Və mən uzun illər boyu özünə söyləmişəm bunu. Maskasız idi. Bax, bu geyim üzərində yox idi. Bu gün geyimdə dolu ola üzünə söyləyim. Bax, bu zolaqlı yaraşıqlıya söyləyim ki, nə yaxşı ki, bizim səhnəmizdə sən varsan, əziz Samir Cəfərov. Faiq bəy, birdən başqa adam çıxdı içindən, başqa məşhur çıxdı. Başqa adam çıxsa... Abbas Bağırı. Hə, biz sadəcə olaraq Faiq Ağayevin versiyasına belə gülərik. Ola bilər ki, Səmir Cəfərovda, bəlkə, məsələn, Nazim faytonçu, yəni, bilmirəm, bəlkə Nazim faytonçudur. Ola bilər. Səncə Nazim faytonçu, bax, bu vokal əsəri məhz belə oxuyardı, bax, o zil notla. Bilmirəm, bəlkə zillədim, bilmirəm. Ola bilər. Ola bilər. Sən Zillərini dünyanda nə eşitməyib, istəyən ola bilər? Bir sənin dünyanda, bir Kamilənin kosmos dünyasında nə istəyən ola bilər? Amma həm də, bilmirəm, Nazimdən başqa düşünürəm, Samir Piriyev də ola bilər. Oxşar. Məncə ola bilər, hə. Teşekkürler. Nigar Camal demək istəyir ki, Maska Show'da hər şey ola bilər və Kamilə xanım, gecikmiş məhəbbətiniz necə ifa etdi? Mən hələ də emosiyalardan çıxa bilmirəm və bu günlərə qədər efirlərdə o gür səslə qışqırmağım, hansı emosiyaları bildirməyim pələng məni tamamilə ram etdi. Söndürdün qızı. Mən kövrəldim. Mən ağlamaq istəyirəm. Artıq o hisslərim yoxdur, keçdi. Çünki doğrudan da bu söhbətlər olunduqca əziz dedektivlərimin iti fikirləri, zarafatları, mənim hisslərimi yarı-bayarı ayırmağı bacardı. Amma səs tonum, valihliyim və bu təkcə pələng üçün deyil. Bax, burada baş verən bu şou ki var idi, bu görüntü ki var idi, istər böyük monitorlarda, istər bizim əziz rəqqaslarımız, musiqiçilərimiz. Bu nə idi biz yaşadıq? Bu nə anlar idi biz yaşadıq? Pələng, bəlkə bu dəqiqə sən məndən başqa emosiyalar gözləyirdin, amma mənim bax belə susqunluğumun səbəbkarı məhz sənsən. Sən məni tamamilə emosiyalarımı məndən aldın. Sən o qədər mahir, həm sənətkarsan, həm də eyni zamanda sən elə məharətlə bu obrazın öhdəsindən gəlirsən ki, mən bilmirəm sən kimsən. Amma sən möhtəşəmsən, pələng. Bir dəqiqə, Murad Arif də kövrəlib, yoxsa Murad, sizi eşidək. Kövrəlmişdim, hamısı qurudu. Dinlədim dəyərli həmkarların ürək sözlərini. Mən təəccüblənməyə gəlmişəm bura. Çünki Maska o layihədə hansına ki, çox zaman hamımızı bezdirmiş o dekorasiyalarda, o şablon verişlərdə tez-tez görünən Azərbaycanın istedadlı insanlarını həqiqətən də təsirli şəkildə təqdim etməyi bacaran layihədir. Bu layihə bizim mücəffərlərimizi yaxşı cilalayır və onlar sözün əsl mənasında parıldayırlar. Ona görə də ilk növbədə belə başda pələng olmaqla, əgər zərrə qədər tərəddüdünüz və yaxud da ki, məyusluğunuz varsa ki, ay, niyə misal üçün filan tədbirə getmədim, filan məclisə getmədim, mən bu layihəyə imza atdım, bura gəldim. Əsla. Çünki siz böyük artistsiniz və bu böyüklüyü də göstərmək üçün böyük layihə lazım idisə, Maska elə məhz həmin o ünvandır. Mən çox xoşbəxtəm. Və izləyicilərim də bilir ki, həftələrdir tamaşaçılara bütün maskalar bir yana, pələng bir yana sual ünvanlayıram ki, axı bu pələng kimdir? Mən bu sualı ünvanlayıram və bugün nəhayət ki, bütün daşlar yerinə oturdu. Mən bütün bu hisslərin burulğanında ən çox bir şeyə xoşbəxtəm ki, yəqin ki, bunu pələng özü də sezdi. Onun finala düşməyində səy göstərən insanlardan biri oldum. Və bugün ispat etdiniz ki, siz nəinki finala, siz qələbəyə layiq müthiş səssiniz. Samir Cəfərov. Bizim ruhən, səs etibarilə, xarakter etibarilə pələngimiz. Coşqun bəy,
Nə olub Coşqun bəy, özünüzü döyürsüz? Vallahi qalmışıq da. Da hər şey dedilər də. Bax, biz əziz tamaşaçılar, əziz izləyicilər, biz tamaşaçılar olaraq istər aparıcımızı, istər səhnədə çıxış eləyən iştirakçılarımızı, maskalarımızı, bizləri ürəkdən alqışlamışsınız, özünüzü də alqışlamışsınız. Burada bütün heyəti alqışlamışsınız. Mən istərdim, gürültülü alqış bizim dekorçulara, rəssamlara halal olsunlar. Çox əziyyət çəkirlər, çox gözəllik bəxş eləyirlər tamaşaçılara. Öz işləri ilə bunun nə qədər əziyyətli olduğunu biz bilirik. Pələng, sən Samir deyilsən. Samirsən, amma Piriyevsən. Amma kim olursa olsun Samir'dir də. Yəni. Samir, Nə fərqi var? Samir Cəfərov olsa, valla bu bir xoşbəxtlik olacaq bizim üçün. Təşəkkürlər. Gəlin pələngimizi çox yormayaq. Finalın ikinci mərhələsinə yola salırıq.